önemli ve hatta diyelim çok önemli bir argümanı. Niçin önemli? Argümanın içerisinin derinliğinden ötürü değil. Bu argümanın bizim aktivistlerimizin sırasında yaygın olmak için önemli diye analize ihtiyacı vardır. Bu zihniyet deyir, biz Fars toplumuna veya Farslara kuyruq olmaq istəmirik. Fars hərəkatına qatılmaq istəmirik. Onun yanındakı argümanlar, en mühüm argümanlardan biri budur ki, Farslar bizi rəsmiyyətə tanımırlar. Bu argümanlara dayanan sonuç alınmış istiqlaliyyət məfkurəsi. Yani güya Farslar bizi ciddiye almırlar, Farslar bizi rəsmiyyətə tanımırlar ve mevcut toplumda giden siyasi hərəkət Farsların hərəkatıdır, biz de ona qatılmayalım. Bəlkə istiqlaliyyət məfkurətinə söykənməklə həm Farslardan müstəqil bir hərəkətimiz var deyə, həm də güya bu məqsədə çatmağa bir yaxın yol tapmışıq kimi ələ alınır istiqlal məfkurəsi. Amma diqqət etmemiz lazımdır ki, bu məfkurə, yəni Farsların quyruğu olmamaq ya onların hərəkatına qarışmamaq. Mesela 88'deki harekatda bir sürü aktivistlerimiz dediler biz sukut edirik. Bu Farsların hareketidir. Buna katılmayacağıq ve bu vasıtayla öz varlığımızı gösterəcəyik. Elə bir argüman da gətirdilər. Halbuki hemen anda 88'in etirazlarında kim sukut istirdi ve kim etiraz istirdi? Xalqlar hakimiyyətə etiraz edirdilər ve xalqların karşısında olan despot, yani Xamneyi sukuta dəvət edirdi xalqı. O andaki despot etirazçıları sukuta dəvət edir. Bizim aktivistlerimiz, yani güya önde gedenlerimiz xalqımızı sukuta dəvət edirdilər. Yani Xamneyinin stratejisine uygun bir çaba içindeydiler. Sonuç ne oldu? Xamneyi kazandı, itirazı hərəkət bastırıldı. Acaba biz Farslar bizi rəsmiyyətə tanıyana qədər gözləyəcəyik mi? Oturacağıq mı? Bir iş görməyəcəyik mi? Siyaset bilimi bu. Ya yox, biz öz hərəkətimizlə, güclənməmizlə, mührümüzü meydana, xiyabana, küçəyə basmaqla, öz küçələrimizi, şəhərlərimizi, kəndlərimizi siyasi güclə kontrol altına almaqla Fars siyasi toplumunu bizi qəbul etmə məcburiyyətində qoyacağıq. Hansıdır? Gözləyəcəyik onlar bizi rəsmiyyətə tanısınlar. Heç zaman tanımayacaqlar. Niyə tanısınlar ki? Amma sən meydanı onlardan alırsan, öz toplumunu idarə etmə gücü tapırsan, o gücü öz toplumunda əmələ gətirirsən, gerçəkləşdirirsən və onlar bu gerçək meydanda sənin gerçək gücünü görürlərsə, səni qəbul etmə məcburiyyətində olacaqlar. Bu siyasət. Niyə? Çünki haqq almalıdır, verməli deyil ki. Onlar ki haqqı verməli bilirlər, gözləyirlər ki Fars siyasi toplumu onları qəbul etsin. Yəni yanlış, kökündən yanlış. Amma onlar ki düzgün düşünürlər. Yəni haqq alınmalıdır. Meydana girəcəksən, mücadilə edəcəksən, güclənəcəksən, göstərəcəksən küçədə, xiyabanda təşkilatlaşmaqla, mediada hər vasitələ göstərəcəksən, sən onları qəbul etmə məcburiyyətini qoyacaqsın. Tarixdə belə olmuşdur. Ona görə sənin meydandan qaçmanla sən rəsmiyyətə tanınmasın. Zaten sən meydandan qaçmaqla sən görünməyəcəksən, yoxsan kimi nəzərə alınacaq. Sən meydanda olmasansa necə varlığını təsbit edə bilirsən? Siyasət gücünə izah olur. Gücün varsa sahib çıxacaqsın tələbivə. Gücün yoxsa tələbin əldə olmayacaq. Nə qədər gücün varsa o qədər istəklərinə yaxınlaşacaqsan. Belə olursa meydanda olmalıyıq, güclənməliyik, dalga yaratmalıyıq və bu dalgalar vasitəsilə xalqımızın fərqli kəsimlərini hərəkətə qovuşdurub qatmalıyıq və bu vasitə ilə güclənməliyik. Yoxsa yox, evdə oturmalıyıq, qatılmamalıyıq ki, güya hər zat öz yolunda gedəcək, biz bir an çıxacağıq meydana, deyəcəyik, ha bu bizimkidir. Meydanı təsxir edən güc, meydanı əldə edən güc başqasına gücün verər mi? Ona görə siyasi güc meydanda olursa
ve o gücü elde etmek için savaşırsa ve o savaşmayla toplumda dalga yaradırsa ve o dalgalarla daha çok cemaati meydana çəkirsə ve meydana müsəllat olursa, öz şəhrinə, öz xiyabanına, öz küçəsinə, öz kəndini ve şəhrini kontrol altına geçirsə, gücü onunkidir zaten. O gücü elde eden bir savaş birine o gücü verer mi? Ona göre bu savaşta milli güc ne kadar meydandaysa, ne kadar özünü gösterirse, ne kadar dalga yaradıb ve xalqı cəlb edirsə, o kadar güclənəcək ve o kadar da hak sahibi olacak. Evde oturursa, sükut edirsə, bu Fars hərəkatıdır, qatılmayım deyirsə, yoxdur mənasındadır. Yoxdur mənasındadır. Bu teori ki, güya bizi rəsmiyyətə tanıyacaqlar, biz gəlib girəcəyik mücadiləyə. Gülünc bir teoridir. Siyaset bilimiyle yakından ve uzaktan hiçbir alakası yoktu. Hatta deyərəm ki, biraz da kuşkulu bir teoridir. Hardan bu teori gelip bizim aktivistlerin zihnine yerləşib, mən onu bilmirəm. Ama bu teorinin İran İslam Cumhuriyeti'nin xidmətində olmasına yəqin ve yəqinim var. Bu sözlerden sonuç bu ki, meydanda olursaq, küçədə savaşırsaq ve bu savaşla dalgalar yaradırsaq ve bu dalgalarla xalqın zehniyyətini özümüzə cəlb edirsək və sıralarımızı artırırsaq, sayımız çoxalırsa və güclənirsək, yəni tələbimizə yaxınlaşmışıq. Yəni istəyimizi əldə edəcəyik. Çıxmırıqsa, mücadiləyə qatılmırıqsa, yəni yoxuq və bu yox olmayan necə eləyə bilər istəyini və tələbini əldə etsin. Bu yanlış teoridan uzaqlaşmalıyıq. Tamamı gücümüzlə hərəkatı meydana çəkməliyik və dalga yaratmaqla hərəkatın mührünü toplumumuza, şəhərimizə və kəndimizə vurmalıyıq. Və bu vasitə ilə xalqımıza, Azərbaycana və İranda yaşayan türklərə bir gələcək vaad etməliyik.